Bu qoşludur. Dəqiq olsun. Hər kəsə salam. Bugün gedirik bütün Real Madrid azarkeşlərinin getmək istədiyi yerlərdən birinə. Madrid şəhərindəki Real Madridin stadionuna. Stadion 1947-ci ildə tikilib və 81.000 tamaşaçı qəbul edə bilir və UEFA-nın yüksək kateqoriyasına aiddir, 4-cü kateqoriyaya aiddir. Stadionun adı Santiago Bernabeu. Stadionun yanında belə köşklər var. Orada da var, burada da var. Köşklər satılır. Düzdür, futbol həvəskarı deyiləm. Burada kim var? Arda Gülərdir, mən tanıdım. Ronaldodur. Başqa? Elə bunun adını bilirəm. O tərəfdə də papaqlar, tişörtlər var, şalvarlar var. Çox maraqlıdır. Burada belə Londonda kimi 2 mərtəbə avtobuslar da var. Bunlar düzdür turistik avtobuslardır, amma ictimai nəqliyyat sayılmırlar, turistlər üçün. Stadionun qabağındayam. Burada Starbucks var. Girəndən sonra orada ikinci mərtəbəsinə qalxırsan, çox gözəl mənzərə var. Onu sizə indi göstərəcəm. Buralar qeydlərdir. Deməli, hələ bura kimi 82-dir. Bunların hamısı qapılarda açılır. Hamısının ledlərin üstündə yazılıb. Futbol başlayanda futbol var deyəsən bugün. Bura Real Madridin stadionunun restoranıdır. Burada hər şey var. Sushi, pivə, içkilər, burgerlər, bilmirəm, şirniyyatlar, çay, hər şey. Nə istəsəz, burada hər şey var. Böyle. Çöldən çəkib göstərərəm girişi necədir buranın.